Salam əziz izləyicilər. Bugünkü videomuz ümumi testlərə aiddir. Sual 5. Stressə adaptasiya modelini kim işləyib hazırlamışdır? A bəndi Erik Erikson, B bəndi Hans Selye, C bəndi Carl Rogers, D bəndi isə Abraham Maslow. Stres mövzusu son dövrlərdə istifadə olunan bir mövzudur, yəni imtahanlarda geniş formada istifadə olunmağa başlamışdır. Stresə adaptasiya modeli psixologiya və fiziologiyada Hans Selye tərəfindən işlənib hazırlanmışdır. Hans Selye stresi orqanizmin hər hansı tələbat və ya təhlükəyə verdiyi ümumi, qeyri-spesifik reaksiya kimi izah etmişdir. Hans Selye bu prosesi ümumi adaptasiya sindromu olaraq adlandırmışdır. Ümumi adaptasiya sindromu özü 3 mərhələdən ibarətdir. Birinci alarm mərhələsi və yaxud həyəcan mərhələsidir. Bu mərhələ streslə ilk qarşılaşma zamanı yaranır. Orqanizm təhlükəni hiss edir, qaç və ya mübarizə apar reaksiyası aktivləşir, adrenalin artır, ürək döyüntüsü sürətlənir, təzyiq yüksəlir, diqqət kəskinləşir. Məqsədi isə orqanizmi təhlükəyə hazır vəziyyətə gətirməkdir. İkincisi müqavimət mərhələsidir. Əgər stres davam edirsə, orqanizm ona uyğunlaşmağa çalışır. Orqanizm tarazlığı qismən bərpa edir. Xarici baxımdan insan sakit görünə bilər, lakin daxildə enerji sərf olunmağa davam edir. Müdafiə mexanizmləri aktiv qalır. Üçüncü mərhələ tükənmə mərhələsidir. Stres uzun müddət davam edərsə, orqanizmin resursları tükənir. Fiziki və psixoloji olaraq zəiflik yaranır. Yorğunluq, əsəbilik, depressiya, immun sistemin zəifləməsi, psixosomatik xəstəliklər özünü göstərir. Bu mərhələ təhlükəlidir və bərpası üçün bəzən psixoloji dəstəyə ehtiyac hiss olunur. Deməli, düzgün cavabımız Hans Selyedir. Digər cavablara baxsaq, Erik Erikson psixososial inkişaf nəzəriyyəsinin müəllifidir. Carl Rogers humanist psixologiyanın nümayəndəsidir. Mən konsepsiyası, şərtsiz müsbət münasibət anlayışlarını işləmişdir. Abraham Maslow isə tələbatlar iyerarxiyası piramida nəzəriyyəsinin müəllifidir. Yəni onun fikirləri daha çox motivasiya ilə bağlıdır. Keçək. Sual 13. Hiperaktivlik və diqqət çatışmazlığı ilə bağlı əsas simptom hansıdır? A bəndi aşağı intellekt, B bəndi diqqət dağınıqlığı və impulsivlik, C bəndi yüksək səbir, D bəndi isə sosial təcrid. Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu daha çox uşaqlarda rast gəlinir, amma böyüklərdə də ola bilər. Burada 3 əsas davranış müşahidə olunur. Birinci, diqqət dağınıqlığıdır, yəni uzun müddət bir işə fokuslanmaqda çətinlik çəkirlər, tapşırıqları yarımçıq qoyur, ətrafdakı detallara diqqət yetirmirlər. İkinci gəlir impulsivlik, yəni düşünmədən hərəkət edirlər, söhbəti kəsmə, qaydaları gözləməmək kimi xüsusiyyətlər olur. Üçüncü isə hiperaktivlikdir, yəni hərəkətlilik çox olur, sakit otura bilmirlər, daim hərəkətdə olmaq istəyirlər. Burada əsas simptom diqqət dağınıqlığı və impulsivlikdir. Hiperaktivlik isə hər zaman olmaz, bəzi hallarda isə az səviyyədə müşahidə olunur. Aşağı intellekt A bəndi diqqət çatışmazlığı və hiperaktivliyin əsas əlaməti deyil. Ümumiyyətcə deyək ki, bu sindromun, belə deyək, intellektin səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Yəni, intellekt səviyyəsi normal olan uşaqlarda da bu problem özünü göstərə bilər. Yüksək səbir, əksinə burada səbir və diqqət azdır. Sosial təcrid, sosial problemləri ola bilər, amma əsas simptom deyil, əsas simptom diqqət və impulsiv əsasdadır. Deməli, burada bizim düzgün cavabımız olur. B variantı diqqət dağınıqlığı və impulsivlik, hiperaktivlik və diqqət çatışmazlığının əsas simptomlarıdır. Sual 14. Sosial öyrənmə nəzəriyyəsini kim təklif edib? A bəndi Albert Bandura, B bəndi Jean Piaget, C bəndi Sigmund Freud, D bəndi isə Erik Erikson. Sosial öyrənmə nəzəriyyəsi sosial psixologiyada öyrənilən əsas nəzəriyyələrdən biridir. Yaradıcısı Albert Bandura olmuşdur. Onun ən məşhur təcrübəsi Bobo təcrübəsidir. Burada uşaqlar bir böyük kukla ilə oynayan modeli izləyirlər. Model aqressiv davranış göstərirsə, uşaqlar da həmin davranışı təqlid edirlər.
Bu onu göstərir ki, məsələn, aqressiv davranışlar müşahidə yolu ilə öyrənilə bilər. Burada sosial öyrənmə nəzəriyyəsi deyir ki, insanlar başqalarını müşahidə edərək və onların davranışlarını modelləyərək öyrənirlər. Yəni öyrənmək təkcə sınaq yanılma yolu ilə deyil, həm də başqalarını görüb təqlid etmə yolu ilə də mümkündür. Əsas prinsiplər müşahidə, yəni başqalarının davranışını izləmək, modelləmə, yəni izlədiyi davranışı təqlid etmək, növbəti isə təsdiq və nəticə, yəni davranışın mükafat və cəza ilə nəticəsi öyrənməni ya gücləndirər, ya da zəiflədər. Deməli, düzgün cavabımız bizim oldu Albert Bandura. Jean Piaget koqnitiv inkişaf nəzəriyyəsi uşaqların mərhələli inkişafının öyrənilməsi üzərində işləmişdir. Sosial öyrənmə ilə birbaşa əlaqəsi yoxdur. Zigmund Freud psixoanaliz, şuuraltı proseslər və bu kimi problemləri öyrənmişdir və öyrənmə nəzəriyyəsi ilə bağlı bir araşdırması yoxdur. Erik Erikson da öncəki testimizdə dediyimiz kimi psixososial inkişaf nəzəriyyəsini araşdırmışdır. Düzgün cavabımız A variantı. 16-cı sual. Maslow'un ehtiyaclar iyerarxiyasında ən aşağı səviyyədə hansı ehtiyac dayanır? A bəndi sosial ehtiyaclar, B bəndi təhlükəsizlik ehtiyacı, C bəndi fizioloji ehtiyaclar, D bəndi isə özünü reallaşdırma ehtiyacları. Maslow'un ehtiyaclar iyerarxiyasını əzbər bilməyimiz vacib şərtdir. Çünki orada bizə fərqli formatda suallar düşə bilir. Abraham Maslow humanist psixologiyanın nümayəndəsidir. Maslow insanların ehtiyaclarını 5 səviyyəli piramida şəklində təsnif etmişdir. Piramidanın əsas ideyası yuxarı səviyyədəki ehtiyaclar yalnız aşağı səviyyədəki ehtiyaclar təmin olunduqda aktuallaşır. Burada birinci ehtiyac fizioloji ehtiyaclardır, ən aşağı səviyyədədir. Buraya yemək, su, hava, istilik bunlar daxildir. İnsan üçün canlı qalmaq bu ehtiyacın ödənilməsində vacibdir. İkinci gəlir təhlükəsizlik ehtiyaclarıdır. Təhlükəsizlik ehtiyaclarına məsələn fiziki təhlükəsizliyi, evdə, işdə və s. bunları nümunə göstərə bilərik. Sosial ehtiyaclar üçüncü iyerarxiyanı təşkil eləyir. Sevgi, dostluq, aid olma hissi buraya aiddir. Dördüncü qiymətləndirmə ehtiyacı, hörmət və yaxud uğur, etibar buraya aiddir. Sonuncu isə piramidanın ən üst təbəqəsi özünü reallaşdırma ehtiyacıdır. Burada potensialın inkişaf olunması və yaradıcılıq daxildir. İnsan fiziki olaraq həyatda qalmaq üçün bütün bunlara ehtiyac hiss edir. Yəni fizioloji olaraq ehtiyacların ödənilməsi əsasdır. Bu ilkin ehtiyac ödənilir, daha sonra növbəti ehtiyaclara keçid baş verir. Sosial ehtiyaclar A bəndi piramidanın üçüncü səviyyəsidir. Yəni fizioloji ehtiyacdan sonra gəlir. Fizioloji ehtiyac birinci səviyyəni təşkil edir. B bəndi təhlükəsizlik ikinci səviyyədir. Özünü reallaşdırma isə beşinci səviyyədir. Digər variantlarda olan cavablar uyğun olmadığına görə bizim cavabımız C variantı fizioloji ehtiyaclar oldu. 21-ci sual. Kognitiv dissonans termini nəyi ifadə edir? A bəndi emosiyaların tamamilə yox olması, B bəndi bir şəxsin inancı və davranış arasında ziddiyyət, C bəndi qavrayışın itməsi, D bəndi isə diqqətin dağılması. Kognitiv dissonans bir nəzəriyyədir, hal-hazırda aktual olan bir nəzəriyyədir. Leon Festinger tərəfindən irəli sürülmüşdür. Burada əsas fikir nədir? Bir insanın öz inancı, fikri və dəyərləri davranış arasındakı uyğunsuzluq yaşadıqda hiss etdiyi psixoloji bir narahatlıqdır. Nümunə deyə bilərik. Siqaret çəkmək və sağlamlıq haqqında bilik arasındakı əlaqədən. Şəxs bilir ki, siqaret zərərlidir. Bu inanc. Amma siqaret çəkir. Bu davranışdır. Ziddiyyət, yəni inancla davranış arasındakı ziddiyyət kognitiv dissonans yaradır. Deməli, A variantı emosiyaların tamamilə yox olması xeyr. Dissonans emosiyaların azalması deyil, narahatlıq və gərginliyin yaranmasıdır. C bəndi qavrayışın itməsi. Kognitiv dissonansda qavrayış itkisi olmur. Ziddiyyət nəticəsində yaranan psixoloji gərginlikdən söhbət gedir. D bəndi diqqətin dağılması. Burada diqqət dağıla da bilər, amma dissonansın əsas mahiyyəti yenə də deyirik, inanc və davranış arasındakı uyğunsuzluqdur.
Deməli, burada bizim düzgün cavab variantımız B variantı olur. Hələ ki bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.